أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. وبه نستعين وهو خير ناصر ومعين. ثم الصلاة والسلام على سيدنا وحبيب قلوبنا وطبيب نفوسنا وشفيع ذنوبنا أشرف الأنبياء والمرسلين سيدنا ومولانا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم ولنا على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Bugün birinci xutbədə danışacağım mövzu ən çox yaddan çıxarılan və az düşünülən və bizim həyatımızın həqiqətini əks etdirən bir mövzudur. Bu da ölümdür. Çox insanlar bunu yaddan çıxardıblar. Yadlarına sallar haçan, qəbristanlığa daxil olanda, bir cənazəni dəfn eləyəndə. Amma bəziləri o qədər dünya onları məşğul eləyib, hətta dəfn mərasimində olanda belə bir anlığa oturub burada düşünmürlər. Ki, qəbristanlığa daxil oldun, bir anlığa düşün. Bir nəfərə görsən, meyyid namazı qılındı, qəbrə qoyuldu, təlqin verildi, torpaq töküldü. Bir anlığa özünü təsəvvür el onun yerində. Belə düşünür ki, yəni bu mənim sorağıma gəlməyəcək. Bəzən görürsən ki, insanlar var, ölümün adını çəkəndə bu narahat olur, ürəyi sıxılır, qəmlərin narahat olur. Məclisi tərk etmək istəyir. Ya deyir, mövzunu dəyiş, başqa bir mövzuda danış. Ürəyimiz sıxıldı. Kifir danışma, boş-boşuna danışma. Toy nədir, ölüm nədir? Sən bu şeylərdən uzaq ol. Yəni o qədər özünə yaxınlaşdırmayıb bu fikri, o elə bilir ki, mən bu fikri zehnimdən keçirməsəm və yaxud da bunun haqqında düşünməsəm, mənim sorağıma gəlməyəcək. Ki, mütləq sana sorağıma gələcək. İndi bir sual çıxır ortaya. Nəyə görə insanlar ölümdən qorxurlar? Nəyə görə ölümü yadlarına salanda bunlarda narahatçılıq yaranır, ürəkləri sıxılır? Bir neçə xüsusiyyətini səhzlərin xidmətinə bəyan edim. Biri budur. Dünyaya bağlılıq. Dünyada yaşayır, şərait qurur, ev, eşik, maşın, obyekt, hey gecə gündüz bunun fikrindədir. Bunların hamısını cəm edib, ailə, uşaq, var, dövlət. Artıq bunda bunlara qarşı bağlılıq yaranıb. Bağlılıq yaranın mənası nədir? Bunlardan ayrılmaq çox çətindir. Ona görə bu bağlılıq ölümü ona unutturur, ölümü yaddan çıxardır. Bu birincidir. Gəldə insan dünyaya bağlı olmuyor da, o var, dövlət müvəqqəti olaraq sənin anda əmanətdir. Müəyyən zamandan sonra səndən sonra sənin nəslinə daxil olacaq. Yəni sənin əlindən çıxacaq. Bu birincidir. İkinci, günah yükü. Baxın, o qədər daxilində etdiyi günahlar, zahirdə etdiyi günahlar, haqları tapdalanması, zülm etməsi, haram tikələrin yiyilməsi, bunlar hamısı cəm olub günah yükü. Yəni insan həqiqətdə ölümdən yox, ölümdən sonraki prosesdən qorxur. Bilir ki, etdiyimə görə hamısına məndən Allah təala bircə soruşur. Niyə bunu elədin? Niyə bu şey? Niyə bu günahı? Niyə bu haramı yedin? Niyə filankəsin haqqına girdin? Niyə bunu zay elədin? Niyə qeybət? Hey, niyələri məndən soruşacaq. Bir dənə niyəsinin cavabını almayana qədər ikincisi suala keçməyəcək. Birinci niyəsinin cavabını almalıdır səndən, sonra keçməlidir ikincisinə. Biz isə onların heç birinə cavab verə bilməyəcəyik. Özümü deyirəm. Heç birimizi cavab verə bilməyəcəyik. Amma üçüncüsü, cəhalət və nadanlıq bilməməklik. Yəni, ölümdən sonraki nə baş verəcək məlumatsızlıqdandır. Bu cəhalət və nadanlıq səbəb olur ki, deyir, kim gəlib o dünyadan ki, oradan bizə xəbər versin? Apardı, dəfni qutardı, getdi. Əgər yaxşı belədirsə, aparıb dəfn elədin. Yəni, bəzi insanlar ölümü puçluq bilirlər. Öldü və sınav qutardı. Sonunda niyə 3 keçirdirsən, niyə 7 keçirsən, niyə 40 keçirsən, niyə cümə axşamına keçirsən, niyə hər cümə axşamı onun üçün yasını oxutursan, niyə dualar etsən? Savabın göndər, kimsin? Puç olan bir şey üçün savab göndərərlər. Sən onun dili olmayan bilirsən ki, göndərirsən. Hətta dilinlə ifadə edə bilməsin belə. Bizim məktəbimizin ki, müxalifləri ki, o təkfirçilər ümumiyyətcə bunu qəbul eləmirlər. Öldü və salam qutardı getdi. Nə üzür, nə bir şey, heç nə yoxdur bunlar üçün.
Onda sen insan değilsen ki. Bu yaxın adamın elinden verib. Bunun ürəyi dağlıdır. O cəmiyyətin ki 3 gün onun ətrafına cəm olur ha. Biraz ona aramlıq verir, təskinlik verir, narahat olma. Bizim də başımıza müsibət gəlir. Bu cür aramlıq və o 3 gün yavaş-yavaş öz əzini müvəqqəti olaraq yaddan çıxardır. O olmasa insan mahv olar, psixoloji durumları korlanar, ruhu xəstəliyə çevirirlər bunda. O 3 gün cəmiyyət ki, cəm ola bir növünə aramlıq verməlidir, rahatlıq verməlidir. Amma indiki kimi yoxdur. Məsələn, qədim zamanlarda necə idi? Məsələn, bir nəfərin yaxın adamı dünyasını dəyişəndə qonşular hamısı cəm olanda bir yemək gətirərdi, bir sinirdə yemək gətirərdi. Həmin üzür sahibini cəm eləyərdilər ki, o yemək yesin. Çünki niyə? Onun halı yoxdur yemək bişirmək. İndi isə əksinədir. Üzür sahibinin yaxın adamı dünyasını dəyişir və salam. Ölü yaddan çıxdı, qaçın bazara, bunu eləyim, onu eləyim, onu eləyim. Cəmaat da yeməyi yeyəndə elə yeməyi yeyirlər, baxırlar üzür sahibinə. Sanki ona deyirlər ki, yaxşı olub, elə həmişə sizin həyatınızda biz üzrə gələ. Bu növ. Amma gözdə üzür sahibi sənin yanında oturmayana qədər, əlini tikəyə aparmaya qədər, sən əlini tikəyə aparma. O bir bu qalıb qapının ağzına ağlayır, cəmaat yeyir, ikinci porsu yoxdur, ikinci porsu da gətirdi. Falan şey yoxdur, falan şey zakaz verir, bir restorana gəlir. Bunlar nədən xəbər verir? Cəhalət və nadanlıq. 4. Mədəniyyətin təsiri. Bəzən də ki, cəmiyyətdə bu cür insanlar səslənir. Yəni, ağız açma, pis danışma, pis danışma. Sən Allah ölümü yada salma. Kifirliydi, bunu yada salma. Bu cür şəkildə mədəniyyət təsir qoyur ki, insanlar bunu unuturlar. İndi gedək Quran-ı Kərimin sorağına. Görək Quranın məntiqi nədir? Quran bu deyilən sözlərimdə nə cavabı var? Quran buyurur. Alimran Surəsinin 185-ci ayəsində Allah Teala buyurur ki, kullu nefsin zaiqatul maut. Bütün yaradılmışlar hamısı ölümü dadacaqlar. İstisna yoxdur. Hamı ölümü dadacaqlar. Sonra ki və innəmə təvaffavnə ucurakum yevməl qiyamə. Sizin hamınız qiyamətin günündə artıqlaması ilə öz mükafatınızı alacaqsınız. Ya savab elədiniz, mükafat alacaqsınız, ya günah elədiniz, cəzasını alacaqsınız. Allama Təbədai Rizvanullah Teala əleyh təfsiri Əl-Mizanda bu ayənin təfsirində bizə belə buyurur. Bu ayə ölümün heç kimin bundan qaça bilməyəcəyini və axirətdə əməllərinin tam şəkildə əvəzinin veriləcəyini bizə bəyan edir. Yəni ölüm son deyil, ölüm puşluq deyil. Ölüm sanki bir qapıdır. Bu dünya ilə qutarsan ikinci bir aləmə daxil olursan. Bəs belə olduğu halda bu ki bizim dünyada rastlaşdığımız problemlər, müşküllər müəyyən bir zamanda səbir və təmkinlə aradan götürüləcək. Amma sonrası üçün sənin səbrin olsa, sənin təmkinin olsa, sənin Allaha təvəkkülün olsa, sənin Allah olan imanın olsa, sənə köməklik eləyəcək ki, o əbədi aləmdə Allah mütəalın sənin üçün təyin elədiyi mükafatları əldə eləyəsən. Bu bir ayə. İkinci ayə Cümə surəsinin 8-ci ayəsidir. Allah belə buyurur. Qul innəl məvtəl-ləzi təfirruna minhu. Denən ey Peyğəmbər, o insanlar ki ölümün adını eşidəndə qorxurlar, ölümdən qaçırlar. Fa innehu mulaqikum. Siz onlarla qarşılaşacaqsınız. Baxın, bu ki insan ki hərəkət edir ha, bir addım qabağa, bir addımda ölüm sənə yaxınlaşır. Sən nə qədər ölümün çəngindən qutarsın, gedib ölümlə birbaşa üzbəyizə gələcək. Fa innehu mulaqikum, qarşılaşmağa deyirlər. Ondan sonra buyurur ki, "Thumma turadduna ila alimil gaybi və şahada." Sonra siz gizlini və aşkarı bilən Allahın huzuruna qaytarılacaqsınız. Feyunabbiukum bima kuntum ta'malun. Sizin dünyada daima etdiniz. Çünki gələcək zaman fiili kana ilə bir yerdə gələndə bir işin davamlı şəkildə olmasından xəbər verir. Yəni sizin daimən dünyada etdiyiniz işləri bircə Allah sizə xəbər verəcək. Niyə bunu elədin? Niyə bu işi gördün? Niyə bu sözü dedin? Niyə bu addımı attın? Niyə bunu düşündün? Hamısını bir səndən sorğu-sual edəcək. Amma bu ayədə ki, Allah Teala bizə ki, nə qədər də ölümdən qaçmağa çalışsanız, yenə ölümdən qarşılaşacaqsınız. Məkarim Şirazi təfsiri nümunədə belə buyurur. Buyurur ki, bu ayə ölümün qaçmağı mümkün olmadığını, qeyri-mümkündür qaçasan. Hara qaçasan, yenə onun sorağına geçsən. Ondan üzbəyiz olacaqsan. 3-cü ayə Ər-Rəhman surəsindədir. Allah Teala belə buyurur. Kullu men aleyhe fanin. Dünyada nə varsa hamısı fənadır. İns, cins, hamısı fəna olacaq. Və yaxşı dünyada əbədi qalan nədir? Həmişə əbədi qalan nədir? Buyurur, və yəbqa vəchur rabbikə zülcəlali vəl ikram. Fəqət əbədi qalan, izzət və cəlal sahibi olan, kərəm sahibi olan, zatı baş olan Allah mütəaldır. Ondan başqa nə var? Hamısı fəna olacaq. Yəni, Allah təbarək və teala bu ayədə bizə bunu demək istəyir. Bu dünya keçicidir. Bir dənə mərhələdir, keçəcəksiniz.
Amma axirət evi sizin əbədidir. Peyğəmbərimizin nurani kəlamını sizə xatırladım. Peyğəmbər belə buyurur. Mərhum Allama Məclisi Bihar Anvar 77-ci səhifə 94 buyurur ki, ölümü çox xatırlayın. Çünki ölümü çox xatırlamaq günahları təmizləyər və günahın dünyaya bağlılığı sizin azaldar. Yəni iki dənə bizə köməklik edəcək. Nə qədər insan ölümü çox xatırlasa günahlardan uzaq olacaq. Deyəcəm, mən nə vaxta qədər günah eləyim, nə vaxta qədər xəta eləyim, nə vaxta qədər mən bu işləri görürüm. Bunu mənə sorğu-sual olacaq, hesab kitabı olacaq, mən buna cavab verə biləcəm yoxsa yox. Bu insana köməkçi günahdan uzaqlaşsın. O cümlədən mən nə qədər dünyaya bağlı olum. Bunları yaratdığım bu işlər düzdür. Bəzi şeylər ki, insanın həyatı üçün lazımdır. Ailə var, uşaq var, məsuliyyət tələb etsən bunu eləyəsən. Amma qaldı söhbət nədən gedir? Dinimiz demir get palatkada yaşa, çadırda yaşa, heç nə eləmə. Yox, dinimiz bunu demir. Dinimizdir ki, bunlar olsun, bağlılıq olmasın. Bir də mənimdən getir, narahat olmayasan. Bu da əsas. Əsas bunu bir dənə fikirləşək. Həzrət Əleyhisselam buyurur, siz ölüm üçün yaradılmışsınız. Əbədi dünya üçün yaradılmamışsınız. Çünki siz dünyadan ahirətə köçüləcəksiniz. Həzrət Əleyhisselam nurani kəlamında, Nəhcül Bəlağada 128-ci hikmətli kəlamıdır. Əleyhisselam bu kəlamında bizə bunu çatdırır. Yəni, ölüm siz dünya həyatı üçün yaranmamışsınız. Bu bir maddi aləmdir. Bu keçəcək. Amma Allah Teala sizi yaradıb əbədiyyət üçün. Siz əbədisiniz. Amma bu aləm üçün yox. İkinci bir aləm üçün əbədisiniz. Bir dastanı xidmətçə bəyan edin. Bir səyyah və bir gecəlik qonaq. Diqqətlə qulaq asın bu dastana. Bir padşah olur, bütün öz alimlərini hamısını cəm eləyir. Deyir ki, mənim üçün belə bir üzüyü düzəldirin. Mən hər vaxt o üzüyə baxanda, şad olanda qəmlənəm, qəmli olanda şadlanam. Alimlər çox fikirləşir. Axırda bir alim bir üzüyü düzəltdirir. Gəlir təqdim edir şaha. Şah üzüyü salır barmağına, görür üzüyün üstə bu yazılıb. Bu da keçəcək. Şah başlayır öz həyatını, öz fəaliyyətini davam etdirməyə. Pul, var, dövlət, xəzinə gedir hansısa biri fəth edir. Bir anlığa sevinir axı, bir anlığa baxır, bu da keçəcək. Sevincə əvəz oldu. Bir zaman getir, kədərlənir, narahatçılıq var, problem var. Başqa bir ölkədən bura hücum ediblər, yenə baxır, bu da keçəcək, bu da keçir. Bu minvalla yaşayır. Bir zaman gəlir, ölüm yatağına düşür. Ölüm yatağına düşəndə yenə sonunuzda baxır barmağındakı üzüyə, bu da keçəcək. Düşünür, doğrudan da bunlar hamısı dünya həyatında, hamısı keçicidir. Şadlıq, kədər, qəm, qusam keçicidir. Axırıncıda barmağından üzüyü çıxardır. Bütün saray əhlinə, qohum əqrabana hamısını bunu belə bəyan edir. Ey insanlar, bu dünya qonaqlıq evidir, biz də bu dünyada bir gecəlik qonağıyıq. Sabah səyahətimiz davam edəcək. Vəssalam. Bu dünya həyatı bir budur. Yaxşı, necə eləyək ki, ölüm yadımızda qalsın? Bunun da bir neçə mühüm nöqtələr var, onun qeyd edin. Bir, qəbristanlığa ziyarət edin. Həftədə bir dəfə, ayda bir dəfə, 2 ayda bir dəfə. Bir dəfə gedin qəbristanlığa, girin daxil olun qəbristanlığa, bir 10-15 dəqiqə qalın qəbristanlığa. Fəqət düşünün, fəqət düşünmək. Milyonlarla insan torpağın altındadır. Onlar bu dünyaya gəlməyəcəklər. Sən gedəcəksən, mən gedəcəm onların yanına. Amma onlar bizə bir dənə mesaj verir. Deyir, qalmışsan başdaşının qabağında baxsınlar. Deyir, nə baxırsan mənim kimi, mən də baxırdım bir gün sənin kimi. Gələcəksən ha bura. Bir şey hazırlıq elə də. Bir şey halinlə gəldi bura. Burada əməl tələb olunur. Nə eləmirsən, fəaliyyət edin, dünya üçün. Amma burada səndən əməl tələb olunur. Çalışın qəbristanlığın ziyarətini tərk eləməyin. 10-15 dəqiqə girin. Ya öz yer üzdə gedəndə gedin qəbristanlığı ziyarət edin. O insan halını əvəz edir. İnsanda ruhunda aramlıq yaranır, rahatçılıq yaranır. Sevinci kədərlə, kədərdə sevinclə əvəz olunur. Mən nə qədər şad olacağam, nə qədər mən öz varıma, dövlətimə, imkanatıma baxım, mənəm eləyəcəm. Bu mənəm bu deyir. Axırda da sonda qoyacaq torpağa, burnunu sürəcək torpağa. Bununla mənəm sən təkəbbür edirsən. Bunu deyir mənə. Həmin qəbristanın bir dənə mesajı biri budur. Özünə öyünmə. Nə elirsən Allaha xatir, iş gör, gəlib burada onun əcrini görəcəksən. İkincisi, ölənlərin vəziyyətini təhlil edin. Yaxınlarınızdan, qohumlarınızdan, əzizlərinizdən ki, dünyasını dəyişiblər. Onun keçmişindən bir maraqlanın. Onun həyat prosesindən maraqlanın, necə yaşayıb, nə işlər görüb, hansı işləri gördü, hansı xeyriyyəvi işlər gördü, hansı və sonu nə ilə bitdi. Bu adama köməklik edəcək. Bu 2. Üçüncüsü, hər gün özünü hesaba çək. Yatmamışdan 5 dəqiqə, çox yox 5 dəqiqə. Gün ərzində nə eləmişəm hesaba kitaba çək, nə eləmişəm, yaxşı işlər görmüşəm, pis işlər görmüşəm, hamısını hesaba kitaba çək. 4-cüsü, dua və tövbə eləmək. Bu insana köməklik, insana aramlıq yaradır.
İlahipərvər bu vaxta qədər mən düşünmürdüm, fikirləşmirdim. Elə bildim dünya həyatı belə olub, belə də olacaq. Yox. Bunu bir dənə fikirləş, bunu bir dənə düşün. Bu düşünməklə sənə köməklik eləyəcək, qəflət yuxusundan ayılaq. Qəflət yuxusundan ayıldıq, həqiqəti görəcək. Baxın, nəticə biri budur. Ölüm bizim həyatımızın həqiqətini əks etdirir. Ondan uzaq düşməyək. Hara getsək bizim sorağımızdadır. Ondan ayrılmayacaq. Amma Allah təbarək və təala bir ömür verib də hər kəsə. Nə qədər yaşayacaq? Həmin o yaşadığının sual cavabını neyəcək? Zat-ı pak olan Pərverdigar aləmə cavab verəcək. Allah'ın verəm öz əzəməti xatirinə, öz böyüklüyü xatirinə bizləri qəflətdə olanlardan qərar verməsin. بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين لا حول ولا قوة إلا بالله العلي العظيم نحمده ونستعينه ونستغفره ونستهديه ونؤمن به ونتوكل عليه ثم الصلاة والسلام على سيدنا محمد اللهم صل على محمد وآله الطيبين الطاهرين المعصومين لا سيما بقية الله في الأراضين ruhi və ərvahil alemin ləhul fida. İkinci xutbədə istərdim bu mövzu haqqında danışaq. Mövzumuzun adı belədir. Müsəlmanın qeyri-müsəlman ölkəsində kimliyini qorumaq çox mühüm və əhəmiyyətli bir mövzudur. Baxın, dünyaya baxanda müsəlman ölkələrindən çoxlu insanlar Avropaya, Asiyaya, Rusiyaya hicrət ediblər. Biri ticarət qəsdi ilə gəlib, biri özü üçün ikinci vətən kimi qərar verib, biri təhsil almaq üçün gəlib və biri də öz dinini qorumaqdan ötürə gəlib. Gəliblər, qeyri-müsəlman ölkəsində yaşayırlar. Qeyri-müsəlman ölkələrinin özünün qanun qaydaları var, özünə görə çətinlikləri var, özünə görə imtihanları var. Halal, haram qarışır bir-birinə, məhrəm, naməhrəm qarışır bir-birinə. Küçədə gəzəndə, yollarda bu şeylərlə rastlaşsan və yaxud da ki, məclisləri. İndi belə bir yerdə insan üçün ən mühüm tələb olunan öz müsəlman kimliyini qorusun. Yəni, halal, haramına riayət eləsin. Məhrəm, naməhrəmə riayət eləsin. Nəinki gəlsin ki, çün mən gəlmişəm, düşmüşəm bura, bu mühitin rəngin alandan sonra mən onlara qarışım. Yox, hünər biri budur ki, onları öz müsəlman dininin gözəlliyi ilə tanış eləyəsən. Biləsən, müsəlman dini nə deyilən şeydir? Öz əxlaqımızla, öz rəftarımızla, öz hərəkətimizlə, öz alış-verişimizlə, hesab kitabımızla, düzgünlüyümüzlə, sədaqətimizlə, əmanətimizlə bu cür şəkildə eləyə bilər biz İslamı sevdirək. Nəinki fəqət dilimizlə, onlar dilimizə yox, bizim əməllərimizə baxılır. Məsələn, fərz elə gəlib səndən alver eləyir. Sən götürdün bir dənə malı verdin ona. O malın içində köynə vardı, verdin ona. Bu getdi, gördü, yaxşı malın üstü yaxşı, dam altı zayidi, vermirsən də ona. Ya sənə gələcək, ya gəlməyəcək sənin yanına, amma o xoşa gəlməyən sözləri sənin haqqında istifadə eləyəcək. Bu bir. İkincisi, öz cərgəsində oturan adamlara deyəcək, müsəlmançılıqdan söhbət ki, müsəlman, onlar adam Allahdandılar. Bu fikir onların zeynində formulaşır. Yəni, müsəlmanlar hamısı adam Allahdandır. Həqiqət də belədir, müsəlman hamısı adam Allahdandır, yox. Yaxşı, bizə lazımdır ki, bu günləri, bu qeyri-müsəlman ölkəsində bütün bu şeylərə riayət eləyək. Baxın, Quran-ı Kərimin bir dənə ayəsini sizə xatırladım. Allah Teala Quran-ı Kərimdə Ali İmran surəsinin 110-cu ayəsində belə buyurur. Kuntum xeyrə ummətin. Baxın, günü xitab edib Allah Teala. Uxricət linnası. Buyurur ki, siz müsəlmanlar zahir olunmuş ən yaxşı ümmətsiniz. Allah Teala deyir ki, siz müsəlmanlar ən yaxşı ümmətsiniz. Və sonra buyurur ki, və ta'muruna bil ma'ruf. Yaxşı işlərə dəvət eləməlisiniz. Və tanhavna anil munkar. Boş-boşuna iddia deyil. Allah deyib ki, mən ən yaxşı insanam, yaradılış alım, ən üstün insanıyım və salam. Əməl və mərhəmət. Yox, deyir, bir onların xüsusiyyəti yaxşılığa dəvət eləyərlər və tanhavna anil munkar. O cümlədən, pislikdən çəkindirərlər və tu'minuna billah. Allah'a iman gətirərlər. وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرٌ لَهُمْ. Əgər əhli kitab da iman gətirsə, bu onlar üçün daha çox xeyirlidir. Minhumul mu'minun. Onların bəziləri mömindirlər. Və əksəruhum fasiqun. Onların çoxları isə fasiqlər. İndi sual. Bu ayədə istifadə olunan kəlməni gəlin təhlil edək.
Burada deyir ki, müsəlman, sən yaradılış aləminin ən xeyirli ümmətsən. Bu kimə deyir? Bütün müsəlmanlara deyir. Dünya üzündə 1 milyard 300 milyona yaxın və ya da mümkündür biraz çox da ola bilər. Bu qədər müsəlman hamına aiddir. Bu hamına aid ola bilməz. Baxın, biz bunu gəlin təhlili müsəlman ölkələrində. Məsələn, Saudiyədə, Misirdə, Qətərdə, Birləşmiş Ərəb Əmirliyində. Saudiyə biz bu necə şamil eləyək ki, həmin bu adam, Trump dayı ona olmasın sözləri deyir, təhqir eləyir, yine trilyonlarla pul verir. Öz yerində bazalar açır, öz ciblərinin puluyla bazalar açır. İndi ziyan deyib, öz ciblərinin puluyla yine ziyan ödəyəcəklər. Hünərlər başqa eləsinlər. Buna demək olar müsəlman, keçək Birləşmiş Ərəb Əmirliyinə. Trump gəlir, öz namusunu çıxardır hər raca, saçlarını açıl olan qabanda oynadı aparır. Buna müsəlman demək olar. Buna aiddir. Və yaxud da Misir, həmin o vaxtı ki, Qəzzə xalqı ki, o çətinlikdə yaşır, rəfah məntəqəsində betonlarla çəkdilər, onlara bir içim su vermirlər. Amma bu uşaqlar ki, susuzluqdan azab, əziyyət çəkirlər. Zibilxanaları gəzirir ki, bir şey tapa bilsinlər. Buna qeyri-müsəlman vaxtı qeyrətə gəldi. Amma bunlar adını müsəlman qoyanlar, o qeyrətləri onlardan götürülmüşdü. Amma əvəzində nə edirlər? Onların dostluqları. İndinin özündə də elə. 8 il Yəməni blokadada saxladılar. Aclıqdan sonra 20 mindən yuxarı insan öldü. Yəmənin özündə. Saudiyələr sərhəd idilər, köməkli eləmirdilər. Əvəzində nə edirlər? Trilyonlarla pul verirlər, onlara silah verirlər, onlara müsəlmanların başlarının üstündə sındırırlar. Müsəlmanları qətlam edirlər. İndikinin özündə belə. Təsəvvür elə, məyər onlar görmürlər Livanı, bunlar hər tərəfdən istəyirlər ki, müasiri alsınlar. Livanın ərazisini keçirsin öz ərazilərinə. Bunu görmür, görürlər, kör gözlərinə görürlər. Bəs yaxşı, niyə Livan xalqına köməkli eləmirlər? Niyə onun yanında olmurlar? Əksinə, biraz onun düşmənlərinə köməkli edirlər. Bunlar müsəlmançılıq kateqoriyasının xaric olmuşlardılar. Yadda saxlayın, deməyin ki, müsəlman ölkəsidir bu. Bunlar müsəlmançıdan çıxıblar. Bunlar müsəlman demək olmaz. Daha bu qədər gedən proseslərdə bunların bir zərrə qədər qeyrət damarı cuşa gəlmirsə, onları necə müsəlman deyəcəksən? Amma Allah Teala buyurur ki, müsəlman o kəsdir ki, təmuruna bil məruf, yaxşı işlərə dəvət etsin. Bu günlərə Əhl-i Beyt məktəbi görürsün nə işlər görürlər. Bu günlərə həm əmr və məruf edir, həm pis işlərdən çəkindirir, həm Allaha iman gətirib, həm müsəlman qardaşına müdafiə, həm də qeyri-müsəlman ölkəsində, qeyri-müsəlmandan müdafiə. Bəs bu da izzət. Allah Teala bunu deyib ki, siz yaradılış ümmətinin ən xeyirlisi. Yəni Allahın dinində oldun, Allahın qanunlarına tabi oldun, Allahın halalını halal bildin, Allahın haramını haram bildin, Allah yolunda cihad elədin, bütün malınla, gücünlə, ailənlə, hər bir şeyin dini xidmətində oldu. Allah deyir ki, sən yaradılış aləminin ən üstünüsən. Sən bunu qazandın, bu meydalı qazandın, bu hər adama şamil olmur. Bəs bugünkü gündə bu insanlar ki var bu işləri görürlər, bunlara aidiyyəti yoxdur. Əllamə Təbatəba Rizvanullah Teala Əl-Mizanda buyurur ki, bu ayə müsəlmanların xeyirli ümmət olaraq təyin edib. Amma xeyirli olmaq fəqət öz daxilində deyil, cəmiyyətdə olan münasibətdir. Onlarla rəftarın, onlarla hərəkətin, onlarla danışın, onlarla gördüyün işdə bunlar hamısı nəzərə alınır. Bəs bunlara riayət eləsin, sən olacaqsan yaxşı müsəlman. Riayət eləməsin, yox. Deməsinlər müsəlmanlar belədirlər. İkinci ayə, Allah Teala Zümər surəsinin 10-cu ayəsində belə buyurur. Qul ya ibadiyəllədinə amanu. Ey peyğəmbər, denən, mənim iman gətirən bəndələrimə denən, ittəqu rabbakum. Qorxsunlar pərverdigarından. Lillədinə əhsanu fi hadihi dünya həsənə. Allah mütəala o kəslər ki, onlar yaxşı işlər görüblər. Allah mütəala onların mükafatını verəcək. Və ardullahi vasiyə. Allahın ərazisi genişdir. Bu ayə müsəlmanlar bizə başa salır. Dinini, baxın, öz dinini yaşamaqdan ötəri öz yerindən, öz yurdundan, öz yaxın əzizlərindən ayrılır, başqa bir yerə köçür. Çünki bu onlar üçün hicrət eləmək üçün vəzifədir. Amma onlar ki, köçə bilməyəndə buyurur ki, olduğu yerdə dinini gizli də olsun saxlasın. Dinini gizli şəkildə qorusun. Çünki belə bir vəziyyətdir ki, bizim elə öz yerimizə baxanda din saxlama gün çətinləşir. O ki, axırı zamanda deyilir, axırı zamanda din saxlamaq, əlində köz tutmaq kimi olacaq ya. Bunlar nəyə əl uzatmadılar? Hər şey əl uzatdılardı. İndi əl uzatdılar nəyə? Hicaba. Hicab bağlamasınlar. Məktəbə gedən hicablı şəkilləri qoymurlar. Xeyr ola. Ay bala, niyə qoymursan? Niyə bu hicablı dərs oxumalıdır? Baxın, hicablar əlaçıdırlar. Hicab, baxın, yaylıq bağlıdır. Sənə demir ki, sən niyə başaçıq gəlsə? Sənə demir ki, sənin ailən niyə lüt gəlsə? Bu sənə demir ki, sən onunla nə işin var? Baxın gözlər, yəni bizim körpə uşaqlarımız, həddi buluğa çatmayan qızlarımız gedərlər mağazalarda, üzürsən çılpaq formada gelib oynayarlar, o paltarları geyinə ki, müştəri cəlb etsin, bu olar.
Başqa bayramlar ikisində bu olar. Bütün şeyləri eləyə bilərlər, amma bu İslam'a gələndə bunlar olmaz. Hara uzadıblar əlin? Xanım Zəhra salamların iffətinə, Qur'an-ı Kərimin ayəsinə. Daha bundan oynanıyor yoxdur. Qeyri-müsəlman ölkələrində yaşayırsan, hicabla şəkil çəkdirmə problemi yoxdur. Amma bizdə şəxsiyyət vəsiqəsinə icazə vermir hicabla çəkdirmə. Xeyr ola, bu konstitusiya yoxdur konstitusiyada. Belə bir qanun yoxdur. Və siz niyə qədər mənim ürəyimizi qoymuram? Mənə Allahın qanunlarına müharibə elə. İndi siz təsəvvür edin. Ramazan ayının axırıncı günü neçə ildir? Bu işi təkrar edirlər. Bayram olmamış cəmaət ilə bayram namazı qılın. Bayram olmamış neçə bayram namazı qılarsan? Ey axun, ey molla, gəlmisən qavada qalmırsan ha. Necə bayram olmamışsan bayram namazı qılırsan sən? Allahın qanunu nəyə altında qoysan? Adını qoysan təqiyyə. Buna təqiyyə demirlər. Allahın qanunu tapdılanda təqiyyə yoxdur. Onda biri budur ki, ən azı vəzifə nədir? Ərzı yaz işdən çıx. Ən azı biri budur. O sana o kadar məhəbbət gücə, mehrab, mən qabaqda olmalıyam, mən buranın axunduyam. Axund olub neynəmsən, qızıl medal almışsan sən. Sənin xidmətlərini hələ görsənməlidir ki, sən nə xidmətlər eləmişsən bu. Allah dərgahında görsənməlidir bu. Baxın, dinlə bu cür oynayırlar. Tasuvanı aşurəni əvəz elədilər. Rəqəmlə də hesabladılar, hamısını hesabladılar, yox o binləri aşuranın günü təsəvvür edin. Cəmaatı məcbur elədi binləri aşuranın günü kimi keçirsinlər. Yəni baxın bütün insanlara, avam insanlar nədir? Ey avam insanlar. Baxın sizin dininiz də bizim əlimizdədir. Özümüz istədiyimiz kimi idarə edilir. Gör nə qədər insanlar bədbəxtlər, nə qədər insanlar yatacaqlar, nə qədər insanlar ilə göz yumacaqlar. Göz yumduqca məhv eləyəcəklər. Göz yumduqca gələcəklər sən üstünə. Gözləməyin bir dənə ilahi qüvvə gələcək bunlara, bir dənə ildirim çaxacaq bunları məhv eləyəcək. Lut peyğəmbərin dövründə olduğu kimi, Samud peyğəmbərin yox. Onların dövründə hərəkət olmadı. Allah bəlanı gözləndi. Məsələn, o ki Əbrahənin qoşunları gəldi Kəbənin üstünə, Kəbəni dağıtmaya qalmışdı. Kəbənin müdafiəçiləri yox idi. Əbdülmütəlib dua elədi. Allah Taala o duanı qəbul edib Məkkəni qorudu. Amma Yezidin dövründə niyə Məkkəni qorumadı? Həmin Yezidin qoşunları mancanala Kəbəni yandırdılar. Və niyə müdafiə? Çünki həmin Kəbəni qoruyan insanlar var idilər. Əgər qoruyan insanlar yoxsa Allah öz dinini qoruyacaq, yadda saxlayın. Allah sənin və məndən istəyir ki, bir vasitə ol, sən də bu işdə savab qazan. Amma mən özümü bu kənara çəkim, o birisi bu işi kənara çəkilsin, Allah öz dinini sona çatdıracaq. Zamananın imamı ilə çatdıracaq. Amma sən mən isə əvəzində ki, həsrət çəkirik, çalışır bu dünyada xidmət edəyək. Digər bir ayədə Allah Teala belə buyurur. Vəl-mu'minun vəl-mu'minat. Və möminlər və möminə xanımlar ba'duhum awliya ba'zin. Bir-birlərinin dostlarıdırlar. Ya'muruna bil ma'ruf, yaxşı işlərə dəvət edirlər və yanhavuna anil munkar. Allah Teala bu ayənin təfsirində belə buyurur. Buyurur ki, bu ayə müsəlmanların bir-birlərinə dost, köməkçi olmalarıdırlar. Bir-birinə yardım eləsin, bir-birinin yanında olsunlar, sirlərini desinlər, köməkli eləsin, bir-birinə əl tutsunlar. Möminlər bir-birinə sıx əlaqədə olmalıdır. Nə qədər rəvayətlərimiz var. Mömin bir dənə bədən özünə bənzəyir. Düzdür, bəzi insanlar buna mümkün sui-istifadə ediblər. Amma hamısı sui-istifadə eləmir. Sui-istifadə eləyənlərin hesabına insanlar bir-birinə bədgüman olurlar. Falan kəs ki, Allah'ım 100% məndən pul istəyəcək. Yavaş hazırlayır. Bu deyə ağzını açıb bir kəlmə deyəcək. Yavaş. Elə hərac yatırır ki, bu yazı utanır etsin ki, qardaş, mənə biraz pul lazım idi. Hiss edir də, bu hiss etmə qabiliyyəti. Keş bütün yerlərdə belə hiss etmə qabiliyyəti olaydı. Fəqət bir pul verməkdə yox. O ki, gəlib səndən pul istəyir. Onda yox, bütün şeylərdə belə hissiyat qabiliyyəti olur. Bugünkü gedən gedişatları düzgün şəkildə analiz elədi. Peyğəmbər belə buyurur. Hicrət qiyamət gününə qədər davam edəcək. Buyurur ki, insan haramdan qaçmaq üçün hicrət edər. Bihar Ləmvar 19-cu səhifə 24. Yəni, hicrət fəqət fiziki köç deyil. Öz nəfsimizdən də hicrət eləyək. Günahların çərçivəsindən çıxaq. Haramlardan çıxaq. Bu bizə daha çox köməkli eləyir. Halal, haram qarışır. Orada özünü gözlə. Xüsusən diqqətli olun. Hər məclisə daxil olanda hər nə qoydular qabağınıza yeməyin. Biraz araşdırma apar, biraz təhqiq elə. Gördün ki, şərait yoxdur. Özün biraz ehtiyat elə çəkil kənara. Bilmirsən nə verirlər. Toylar ki, bu dindarlara haramdır da. O haram məclislər, bu haram musiqilər, nə bilim, içki məclislər, bunlar mütləqə haramdır. Amma o üzül məclislərinə gedəndə diqqətli olun. Hər nə qoydu yemək qabağınıza yeməyin. O yeməkdən bir şey yeyəcəksən, amma sənin ruhunda təsir qoyacaq. İbadətlərin şirinliyi səndən alacaq. O ibadətin ləzzət apara bilməyəcək. Hələ qabaqda sənə nə hesab kitab var, o qalıb qabağa. İkinci rəvayət Həzrət Əli əleyhissalamdandır. Əmir əl-Müminin belə buyurur. Bu ki, mömin öz dinini qorumaq üçün bir qala içində olmalıdır. Bir qala.
Hilal Ölkəm hədisinin nömrəsi 3450. Yəni qeyri-müsəlman ölkəsində müsəlman özünə mənəvi bir qala qurmalıdır. Nə etməlidir? Salih, sağlam, mömin, təqvalı insanları özünə dost tutmalıdır. Dini məclislərdə, Hüseyniyələrdə iştirak edin. Baxın, dini ayinlərin icrası sizə çox köməklik edir. Qeyri-müsəlman ölkəsində yaşayırıq. Sən hər dəqiqə moizə işlə bilmirsən. Bu cümələr, dini ayinlər, mövludlar, şəhadətlər sənə və mənə köməkçi mənəviyyatımızı bizə artır. Həm maarifləndirməmizi artırar, həm də ki, öz mənəviyyatım artsın. Amma mən bu məclislərim uzaq düşsün var. Biz nə boyda uçurumdayıq? Bəzən özümüz hiss eləmirik. Baxın, deyirəm ki, bir mən cüməyə getməsəm nə olacaq? Elə sənin sualı və hamısı versə, deməli cümə olmalı tətil. Belədir. Amma Allah da qiyamətin günü o insanlara cavab verəcəklər. Ha, niyə gəlmirdin? Bir dənə başım ağrıdı, bir dənə işim vardı. Allah üçün bağlara getmir. Allah deyir ki, dükkanı bağlaca, obyektivi bağlaca. Pul alacaqsa, pulu qoy yarıda ki, mən gedirəm cüməyə. Bu belə insanlar deyiblər. Allah Taala'nın Quran ayəsi biri budur. Amma biz buna əhəmiyyət vermirik. Diqqət. Yəni öz işimizi, dünyəvi işlərimizi axirət işlərindən qabağa saldı. Bilin ki, dünyəvi işlərimizi axirət işlərindən qabağa salsa, dünyəvi işlərdə heç vaxt müvəffəq ola bilmir. Yadda saxlayın. Bu məndən sizə tövsiyə. Dini işlərə qabağa salın, dünyəvi işlər öz-özünə düşəcək. Deyirsən, filan kəs niyə gələcək, biraz problemlərim var. Filan kəs nə olub, namazımı qılmıram. Niyə biraz problemlərim var? Nə qədər bu insan nadandır. Sənin problemin var, namazı niyə kənara qoysan? Dini ayinlərin icrasını niyə kənara qoysan? Buna gəl, əvəzində olursa problemini öz əlini tapsın. İmam Sadiq əleyhissalam buyurur ki, qurbətdə olan müminin ibadəti öz vətənində olan müminin ibadəti 70 dəfə çoxdur. 70 dəfə çoxdur. Niyə? Çünki qeyri-müsəlman ölkəsində yaşayır. Bayalarda qeyd olundu. Yəni namaz qılma, oruç tutma, hicabı qoruma, bütün bu dini ayinləri icra eləmək çətindir. Bu daha çox nəfslə cihad tələb eləyir. Nə qədər də insan daha çox nəfsi ilə cihad edirsə, o qədər də mükafat əldə edir. İmam Sadiq əleyhissalam bir dastanı bizə bəyan edir. Bir kişi var idi, bu əhli kitab idi. İslamı qəbul elədi. Bunun bütün yaxın qohumları, qonşuları, hamı əhli kitabdır. Bu, indi gün ərzə 17 rəkət namaz qılmalıdır. Bir ay mübarək namaz alanda oruç tutmalıdır. Bütün bunlar eləməlidir. Buna sual belə, səhərlər niyə durub namaz qılsan? Niyə günün bir hissəsində sən ac qalırsan? Niyə bizlə bir yerdə oturmursan, qadınlarla bir yerdə məclislərə gedib gəlmirsən? Hey, buna suallar verir, bu axırda qulaq asınca bir dənə cavab verir. Mənim Rəbbim məni yaradıb və mənə deyib ki, məndən itaat elə. Mən də ona itaat edirəm. İndi bu adam bu sözü dedi. Amma sonrasında nə elədi? Sonrasında öz əməli ilə, rəftarı ilə, əxlaqı ilə, qonşular arasında, qohumlar elə bir hörmət sahibi oldu. Bütün qonşu, qohumlar hamısı bunun üstə hesab işlə başladılar. Hətta bir hətta çatdılar, gəldilər bunun yanına, deyir, əgər sənin dinin bu cür gözəl əxlaqı bəyan edirsə, biz sənin dinini qəbul edirik. İmam Sadiq əleyhissalam ki, bu şəxs nəinki öz dinini qorudu ya, hətta başqalarını da öz dininə dəvət edir. Bu çox mühümdür. Biz bunu eləyə təsir qoyaq. Biz isə əksinə təsirə düşürük. Bir də görsən, məclisə düşürsən, mən çox təəccüb edirəm. 60-70 yaşı var, həmd suranı bilmir. Kəlmə-i şəhadətini bilmir, dua eləyə bilmir. Ağzını açıb bir də anlatıb bir dua da eləmir, 40-a qədər soyur. Acınacaqlı bir vəziyyətdir bu. 70 yaşın var sana, sən niyə bu qədər dindən uzağa düşmürsən? Adın qoy ki, 30 ildir mən burada yaşamam. Nə olsun, nə eləmişsən? Nə iş, 30 il yaşam, nə eləmişsən sən? 30 il yaşamısan, dini ayinləri icra eləyəydin. Öz müsəlmançılığı heç saxlayaydın. Öz həddində saxlayaydın. Heç bir də kəlmə şəhadəti bir də öyrən. Bilmirəm, amma öyrənmək də istəmirəm. Mənim üçün maraqlıdır. Niyə? Mən öləndən sonra məni də bastırası vəssalam. Belə deməyəcəksən. Burada indi deyirsən, indi orada yalvarırsan ölüm mələyinə. Mənə biraz da icazə verdi, mən qayıdım. Mən bilmədim, səhv elədim, mən burada. Elə dedim, belə olacaq. Artıq keçdi. Və yox da bir dənə müsəlman tələbəni gözümüzün qabağına. Bir müsəlman tələbədir. Avropada məsələn gəlib təhsil almaya, qeyri-müsəlman ölkəsinə gəlib təhsil almaya. Nə qədər çətinliklə üzbəyizdir. Oxuduğu məktəb, uşaqlar, insanlar, qız, oğlan, bunlar gəzmir. Amma bunlardan hamıdan çəkinməlidir. Halal ruzu axtarmalıdır. Bunlar hamısı buna köməklik eləyir. Bu ki, nə qədər bu bacardığı günahlarla mübarizə aparsa, o qədər də buna köməklik eləyir. Yaxşı, gələk yavaş-yavaş nəticə alaq. Qeyri-müsəlman ölkəsində üzərimizə düşən vəzifələr nədir? Birinci növbədə dinimizi öyrənmək. Dinimizi dəqiq öyrənin. Dinimiz dəqiqdir, möhkəmdir, tutarlı dəlilləri var. Dininizi dəqiq öyrənin. Dində süstlük eləməyin. Dini məsələn maarifləndirmələrdə, dərslərdə yaxından iştirak etmək çox təəssüf olsun. Dərslər qoyulur, iştirak edən yoxdur. Məhdəviyyat mövzusu var, əxlaq mövzusu var. 3 nəfər, 4 nəfər iştirak edir. Elə bir çoxlarına lazımdır da bunlar. Bəzilərində belə aman bilsən bunlar nəyi bilirəm, hamın bilirəm bunları. Hamın bilirsən, neynəmirsən? Hamın bilmək yox. Bildiklərinin üstünə biraz da əlavə elə. Bu yaxşıdır.
Əli əleyhissalam kimi bir şəxsiyyət deyir, mənim bilmədiklərimi ayağımın altına qoysa, mənim başım göylərə dəyərdi. Sən mən Həlinin elminin yanında dəryanca bir zərrə də deyir, bir qətrə də, bir damcıdır, bir damcı başa çoxdur. O müştəhidlər aparırlar o bir damcını. Heç bir damcını apara bilməmişik. Sən yaxşı bu elmlə niyə bəhrələnməyəsən? Şərait var da, istifadə elə də. Elə bir vaxtdır ki, həmin vaxtda işlər qutarır. İstirahat vaxtındır. Amma biz istirahat vaxtında da bundan istifadə eləmirik. 2. Namazımızı qoruyaq. Baxın, işlədiyin yerdə, hər hansı bir yerdə namazına vaxt ayır. Universitetdə oxuyursan, tələbəsən, hər hansı bir yerdə sənə 4-5 dəqiqə baxır, bir dənə çəkil, bir kənara, bir dənə namazını qıl. Kəsmə namazını. 3-cüsü hicabı qorumaq. Qadınlarımız bu hicabı fəxrlə bağlamalıdırlar. O Həzrəti Zəhranın iffətidir, Həzrəti Zeynəbin iffətidir. Deməsin, mənim ürəyim sıxılır, bunu bağlaya bilmirəm. Belə demə. Əksinə sən bunu fəxrlə bağla. Çünki Allah səni belə görmək istəyir. 4-cüsü, halal qidaların dalıca gedin. Halal qida tapa bilmədin, onu yemə. Bacardığın qədər ehtiyat elə. 5-cisi, salih dostlar özünüzə tapın. Özümüzə salih, sağlam, dini təfəkkürü olan, əxlaqı olan, ədəbi olan, ərkanı olan, mömin olan, həqiqi dindar olan, əmanətdar olan, sədaqətli olan, düzgün olan dostlar özümüzə tapaq. 5-cisi, məscid və İslam mərkəzlərini yaddan çıxarmayaq. Hüseyniyələrdə, məscidlərdə təşkil olan məclislərdən qəflətdə olmayaq. 7-cisi, nümunə olmaq. Öz davranışımızla, öz hərəkətimizlə, öz işlərimizlə başqalarına nümunə ola. 8-ci dua eləyək. Yəni hər namazdan sonra dinimizdə sabiq qalmağı istəyək. Əziz qardaşlar, nəticə qeyri-müsəlman ölkəsində yaşamaq özü bir dənə imtahandır. Allah yanında ən yüksək məqama çatmasına səbəb olar. Bir neçə münasibətə toxunmaq istərdim. Bildiyiniz kimi artıq Şəvval ayının son cüməsidir. Sabah axırıncı axşamdır. Üzümüzə Zilqədə ayı gəlir. Zilqədə ayı İslamda 4 haram olan aylardan biridir. 4 dənə bizim haram ayımız var. Zilqədə, Zilhiccə, Məhərrəm, bir də Rəcəb. Bu aylarda günah da 2 qatdır, savab da 2 qatdır. Onda ehtiyatlı olay. Həm günah 2 qatdır, həm də savab 2 qatdır. Sabahki axşamda bir dənə mühüm bir dənə məclisdir. Zilqədə ayının 1-ci axşamı Peyğəmbər salavatullahın nəvəsi İmam Musa ibn Cəfər əleyhissalamın qızı, İmam Rıza əleyhissalam bacısı xanım Fatimə-i Məsuma salamullah əleyhanın mövlud axşamıdır. Xanım Fatimə-i Məsuma Hicri qəmərdən 173-cü ildə Zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açıb. Çox imanlı, çox təqvalı və xanım Məsuma da Kəriməyə Əhl-i Beyt. Əhl-i Beytin kəramətisi. Çox böyük bir məqamı var. Xanım 28 il ömür eləyib, ailə qurmayıb. Ailə qurmayıb. Qardaşı İmam Rıza əleyhissalam ki, artıq Mədinədən gəldi Mərvə, xanım Məsuma Mədinədə qiyam eləyirdi. Eyni ilə 2-ci Həzrəti Zeynəb idi, salamullah aleyha. Bu işi görürdü. 28 il ailə qurdu, ailə qurmada səbəbi də var idi. Bir neçə səbəbini deyə bilərəm. Biri bu idi ki, çünki ona həmtay olan bir həyat yoldaşı yox idi. Bizə ki, Əli olmasaydı, Fatimə-i Zəhraya həmtay həyat yoldaşı olmazdı. Buna da həmtay yox idi. İkincisi, Abbasi xəlifələr qorxusundan heç kim cürət edə bilmirdi Haşimlərin qapısına geçsin elçiliyə. Hətta öz uşaqlarının adlarını belə qoya bilmirdilər. Sabahki gecədə xanım Məsuma salamlar mövlud axşamda inşallah bu münasibət başda İmam Zaman əleyhissalam olmaqla hamınızı səmimi qəlbdən təbrik edirəm. Amma bazar günü, bu Zilqədə ayının ilk bazar günü tövsiyə olunan, orada ümumi qeyd olunur. Mümkündür ki, hər bazar günü bunu qılmaya olar. Bazar günü onun bir dənə namazı var. Çox mühüm namazdır. Diqqətlə qulaq asın. Əvvəl bu namazın savabını deyəm, sonra namazın qaydasını deyərəm. Hər kim bu namazı qılsa, 1. Tövbəsi qəbul olunur. 2. Günahları bağışlanır. 3. İmanla dünyadan gedər. İman əhlindən, iman onun əlindən alınmaz. 4. Qəbri geniş və nurani olar. 5. Ata-anası, evladları və nəslinə Allahın məğfirəti nəsib olar. 6. Ruzisi geniş olar. 7. Ölüm mələyi onunla mülayim rəftar edər və canı da rahatçılıqla alar. Bu bunun savabı idi. İndi baxın, bazar günü qılınan namaz, diqqətlə qulaq asın, sadə namazdır. 4 rəkətli namazdır. 2-2 qılınacaq. Əs-sala, əs-sala, əs-sala. Zilqədə ayının bazar günü namazın qılınan qurbətən ilallah. Hər rəkətdə bir həmd, 3 İxlas surəsi, 1 Fələq, 1 Nas. Hər rəkətdə. Birinci rəkətdə də belə, ikinci rəkətdə təşəkkür salam qutardı. Durursan təzədən yenə niyyət etsən həmin niyyəti. Bu 4 rəkətli namaz qutarandan sonra, qutaran kimi 70 dəfə istiğfar edirsən.
Estağfirullah Rabbi və atubu ilə. Bu 70 dəfə istiğfarı eləyəndən sonra bu cümləni bilirsən. La havlə və la quvvətə illa billah əl-əliyyil əzim. Bununla bitirdin, sonra bu duanı eləyəcəksən. Əvvəl ərəbsini deyim, sonra tərcüməsini deyərəm sizə. Yəni tərcüməsini deyə bilərsiniz. Ya azizu, ya qaffar, ighfir liz-zunubi və zunubil cəmi'il mu'mini vəl mu'minat. فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ. Mənası belədir. Ey əziz olan Allah, ey heç vaxt məğlub edilməyən Allah, ey bağışlayan Allah, məni bağışla. Və bütün möminlərin, möminə xanımların günahlarını bağışla. Səndən başqa heç kim günahlar bağışlanmaz. İnşallah çalışın, bundan qəflətdə olmayın. Həmçinin də bu namazdan qabaq bir qusulu var. Həminki gün, yəni bazar günü, günün hansı bir hissəsindən vaxt qoymurlar. Səhər gün, orta gün, ortadan sonra vaxt qoymurlar. Yəni insan bu qusulu versin, ardıca da bu namazı qılsın. Bizlər də inşallah yaddan çıxarmayın. İkincisi, kim ardıcıl olaraq Zilqədə ayında 4-cü, 5-ci, 6-cı günü oruç tutsa, onun üçün Allah Teala 900 il ibadət savabı yazar. Amma onların ki qəzası var, qəza niyyəti ilə, onların ki qəzası yoxdursa, müstəbi niyyət eləsinlər. Allah'ın verəm öz əzəməti xatirinə, öz böyüklüyü xatirinə. Allah təbarək və təala bizləri həm bu dünyada, həm də ahirətdə Peyğəmbərin pak əhl-i beyti Qurandan ayrı salmasın inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Vəssalamu aleykum və rahmetullahi və bərəkatuhu.